13,266 bal Oksana Chusovitina'nın bir qədər əvvəl nümayiş etdirdiyi ikinci cəhdə görə belə bir qiymət verilir. Və hələlik o birinci yerdədir. Bəli, ümumi hesabda birinci yerdə. Teja Bellak da ilk cəhdini yerinə yetirir. Sloveniya gimnastı budur. Onun hərəkətlərinin təkrarına gəlin diqqət edilir. Çox yaxşı təkan verilmişdi. Qruplaşma yaxşı yerinə yetirildi. Və eniş də heç də pis deyildi. Amma son məqamda sağ ayağını bir qədər kənara atdı və bu da onu göstərir ki, idmançı müvazinətini saxlamağa əhəmiyyət vermədi. Bu cüzi cəza xal olacaq. Murad Ağarzayev bəli dediyim kimi 8-ci yerdə 11,166 bal. Və hələlik yalnız 8-ci yer. Mənsum Səfərov isə 6-cı pillədədir. Bəli, Murad Ağarzayevin ilk cəhdindən biz çox şey gözləyirdik ki, və onun ən azı ilk üçlüyə daxil olacağına inanırdıq, amma hələ ki bu ümidlərimiz özünü doğrultmayıb. Murad Ağarzayev bir qədər əvvəl sonuncu elementi heç yerinə yetirə bilmədi. Bu isə bir qədər əvvəl birinci cəhdini yerinə yetirən Teja Bellak'dır. Sloveniya idmançısı ikinci hərəkətini başa çatdırdı. Gəlin fragmentin təkrarına baxaq. Qeyd edim ki, çox inamlı görünür. Sözsüz ki, Oksana Chusovitina və Anastasiya Ananyeva kimi güclü idmançılarla yarışda rəqabət aparmaq onun üçün heç də asan deyil. Amma Teja Bellak ikinci cəhdini də uğurla yerinə yetirir. Oksana Chusovitina və Teja Bellak yanaşı dayanıblar və indi Bellak'ın çıxışına verilən qiymət elan olunmalıdır. Latviya idmançısı Richard Blade isə bəli, budur. Teja Bellak'ın çıxışına verilən qiymət 13,100. Azərbaycan təmsilçisinin çıxışına verilən qiymətdir hakimlər tərəfindən. Alyona Tilovets hal-hazırda müxtəlif ünlülüklü qollarda çıxış edən idmançıdır. Əslən Rusiyalıdır, amma beynəlxalq neytral gimnastlar komandasını təmsil edir. Çünki müəyyən səbəblər gimnastların müxtəlif ünlülüklü qollar üzrə bəli yarışında ilk iştirakçının çıxışına baxacaq. Bəli, qeyd etdiyim kimi Yaponiyalı Haruka Nakamura çıxışına başlayır. Yaponiyada idman gimnastikasında yetərincə öz sözünü demiş ölkələrdən hesab olunur. Bu ölkənin idmançıları xüsusilə halqalarda və sərbəst hərəkətlərdə olduqca yaxşı nəticələr qazanıblar. Bəli, ən əsası budur ki, saltodan sonra çox təmiz xalça üzərinə düşdü. Bu da çox önəmli bir faktordur. Söhbət Haruka Nakamura'nın çıxışından gedir. Bax, bu
çıxışın indi təkrar kadrlarını izləyirik. Bir daha xatırladım ki, Nikita Simonov hazırlaşır və gözləyir. Təkrar kadrlara baxandan sonra artıq biz Nikita Simonovun da çıxışını izləmək imkanı qazanacağıq. Haruka Nakamura. Çox da mürəkkəb hərəkətlər olmasa da onun proqramında hər halda sonluğu yaxşı gətirə bilir.